hər vaxtınız xeyir. Deməli, piramidaların və prizmanın həcmi bölməsindən test toplusu ikinci hissə. 31 nömrəli məsələnin izahını verəcəm. Deməli, piramidanın hündürlüyü 12 santimetrdir. Hansı piramida olduğunu deməkdir. Ona görə istənilən bir piramida çəkə bilərəm. Mən oturacağı 4 bucaqlı olan bir piramida çəkəcəm. Çəkək. Bu bizim piramidamız. Təpə nöqtəsini qoyaq. Bu yaxşı olmadı tam. Təpədən gəlmədi. Ona görə bunun yerinə adlandıraq. Baxın, bizim piramidamız ilkin olaraq S, A, B, C, D piramidasıdır. İndi deyək ki, təpədən 3 sm məsafədə oturacaq paralel müstəvid keçirilir. Oturacaq, baxın, paralel şəkildə bir müstəvid çəkməyə çalışacağım. Baxın, adlandıraq bu müstəvində A1, B1, C1, D1 deyək. Aydındırmı? Və burada göründüyü kimi 2 dənə piramida yaranır. Biri oturacağı A1, B1, C1, D1 olan SA1, B1, C1, D1 piramidası oxşar, yəni piramidalardır. Bax, oturacağı budur. Yəni kəsikdir həm də. Belə. Digər oturacağı isə böyük piramidanın təbii ki, oturacağı da budur. İlk öncə verilmiş piramidamızın oturacağı, baxın, bu olacaqdır. Burada yəni SABCD, yəni böyük piramida SA1, C1, D1-ə oxşar olacaq. Çünki burada paralellik var. Bucaqlar eyni bucaq altındadır. Belə. İndi bizə nə deyir? Deyir ki, bu alınan piramidanın həcmini tapın. Yəni V böyük piramidadan, yəni ilkin nədən danışmışdı? V SABCD-nin həcmi bərabərdir sual. Biz də bil ki, piramidanın həcmi bərabərdir 3/1 S oturacaq. Oturacağın sahəsi vur hündürlük. İndi bizə buradan hündürlüyü məlumdur. Çünki hündürlüyü 12 santimetrdir. Yəni hündürlük məlumdur. H 12-dir. 12 qeyd edək. Bir dənə oturacağın sahəsini tapmaq lazımdır. Və deyir ki, təpədən üst məsafədə, demək, bunun hündürlüyünü də qeyd edək. Hündürlük oturacağı endirilmiş perpendikulyardır. Və bu xətt, yəni ki, həm kiçik piramidanın hündürlüyüdür, həm böyük piramidanın. Çünki hər ikisinə perpendikulyardır oturacaqlarına. Çünki oturacaqlar paraleldirsə, paralel müstəvilərdən birinə perpendikulyar olan xətt digərinə də nə olacaqdır? Perpendikulyar olmuş olacaqdır. Və biz burada nə edəcəyik? Deməli ki, burada bax, kiçiyin də hündürlüyü 3-dür. Çünki 3 sm məsafədədir bu müstəvi təpədən başlayaraq. Gəlin, kiçiyin həm də oturacağın sahəsini verdi. Kiçiyin oturacağının sahəsini S1 desəm, baxın, bax, bu nə qədərdir? S1 bərabərdir 18. Böyüyün oturacağın sahəsini S2 desəm, onu biz bilmirik. Elə mən böyüyün həcmini tapmaq üçün bu düsturda onun oturacağını, yəni S2-ni bilməliyəm. Onda bunlar oxşar olduğuna görə, bunların, məsəl üçün, böyüyün oturacağının S2-nin kiçiyin oturacağına sahələri nisbəti oxşarlığa görə oxşarlıq əmsalının kvadratına bərabərdir. Ancaq hündürlükləri nisbəti isə, yəni böyüyün hündürlüyünün H desək, yəni H2-nin kiçiyin hündürlüyünə nisbəti H1-ə nisbəti isə K-nın özünə bərabər. Gəlin, K-nı tapaq, burada hündürlüyə görə tapa bilərik. Böyüyün hündürlüyü 12 demişdi bizə. 12, kiçiyin hündürlüyü də 3-ə bərabər K. Onda K bizə nə olacaqdır? 4 olacaqdır. Buradan da indi yerinə qoysaq sahəni tapacaq. Böyüyün hündürlüyün sahəsini bilmirəm, S2-dir. Kiçiyin sahəsi 18-dir oturacağın. Bərabərdir. K neçədir? Deməli, 4-dür. 4-ün də kvadratı. Çünki sahələr nisbəti K-nın kvadratı olacaqdır. 16. İndi bunları bir-birinə vursam, S2 bərabərdir 288. Yəni, böyüyün sayısı nə qədər oldu? 288 oldu. Onda biz nə edək? Buradan bir dənə yer açaq özümüzə. Biz tapmalıyıq nəyi? Həcmini, böyüyün həcmini. O da bərabərdir 3/1 vuraq 288 vuraq hündürlük. Hündürlük də 12-dir. Burada 3 ilə 12 ixtisar gedəcəkdir. Qalacaqdır 4. 4-ü də 288-ə
vursaq eləcək 1152 vahidlər nədir? Santimetr isə santimetrin həzmi vahidi nə olur? Kubu olacaqdır.